Hər vaxtınız xeyir olsun Nuraynə, izləyicilərimizi də salamlayıram. Bəli, sənin də vurğuladığın kimi investisiya forumunun artıq ikinci günündəyik və ikinci günün başlamasına çox az bir zaman qalıb və artıq qonaqlar yavaş-yavaş bura təşrif buyurmaqdadırlar və qeyd etmək istəyirəm ki, burada bugünkü məsələlər əsasən səhiyyəni, eləcə də qida təhlükəsizliyi agentliyinin nümayəndələri burada olacaqlar ki, həmin qida ilə bağlı məsələlərin ən son variantlarına əsasən hansı yeniliklər əldə olunmalıdırsa bu istiqamətdə məsələləri müzakirə edəcəklər. Daha sonra Kənd Təsərrüfatı naziri və Təhsil naziri Emin Əmrullayev də çıxış edəcək. Həmin çıxışları təbii ki, media nümayəndələrindən birlikdə izləyəcək və ekranlara gətirəcək təbii ki, həmin informasiyaları və qeyd eləmək istəyirəm ki, 1000-dən çox burada qonaq yer alır və qonaqlar arasında xarici media nümayəndələri də təşkil buyurublar bura və onlar da 2 gün ərzində investisiya forumunda baş verən məsələləri fikir mübadilələrinə aparırlar və qeyd eləmək istəyirəm ki, dünən açılış mərasimində ilkin olaraq Şahmar Möhsünov çıxış etdi, prezidentin köməkçisi və o prezidentin ünvanladığı məktubdur, diqqətə çatdırdı və həmin məktubda da Azərbaycanın neft sektorunda, eləcə də qeyri-neft sektorunda əldə olunmuş irəliləyişlər iqtisadiyyatımızın nə qədər güclü olmasını diqqətə çatdırdı və Azərbaycan neftinin dünyanın bir çox ölkələrinə, hətta ondan çox ölkəsinə satıldığını da vurğuladı. Bu da Azərbaycan iqtisadiyyatının nə qədər güclənməsindən söz açdığını bildirir və eyni zamanda dünyamızı ən çox narahat edən problemlərdən biri iqlim problemləri ilə bağlı və su çatışmazlığı ilə bağlıdır ki, Azərbaycan da bu məsələlərə çox önəmli yanaşır və bu istiqamətdə də müəyyən layihələr irəli sürür ki, hazırda Şərqi Zəngəzur və Qarabağ ərazilərində də yaşıl enerjiyə keçid istiqamətində müəyyən addımlar atılır. Həmin yaşıl enerjiyə keçid istiqamətində təbii ki, evlər quraşdırılır. Həmin evlər də məhz günəş enerjisindən, külək enerjisindən enerji əldə edir deyə vurğulanır və xarici dövlətlərin nümayəndələri əsasən də turizm nazirləri, mədəniyyət nazirləri, kənd təsərrüfatı nazirləri də burada yer alırlar və öz ölkələrindəki problemləri diqqətə çatdırırlar. Hətta yaxşı bir nüanslar da diqqətə çatdırılır ki, Azərbaycanın turizm sahəsində inkişaf etməsi, eyni zamanda Azərbaycanlıların məhz xaricə getməsi və bu da digər qonşu ölkələrin, eləcə də bizlə dost olan ölkələrin də turizmdən nə qədər xeyir verməsini də diqqətə çatdırır. Bir daha xatırladıram ki, bugün investisiya forumunun ikinci günüdür və ikinci gündə də nazirlər bir sıra məsələlər ətrafında çıxış edəcəklər. Hələ ki, hazırlıq prosesidir və biz də növbəti buraxılışlarımızda həmin informasiyaları və kadrları sizin diqqətinizə çatdırmağa çalışacağıq. Ancaq məndən hələlik bu qədər.